Bu təzə gələn bir dənə əməkdaş var burada, Vaqa Zeynalov. Bir addım at qabağa görüm sən. Bəli, komandir. Sən bağçadasan, futbol komandasıdır bura, Kəpəz futbol komandasıdır. Birimizi Braziliyadan gətirmişik, birimizi orada. Əynən məynən, sən vətəndaşlarla necə danışsan, sən polissən, sən örnək olmalısan. Sən sabahsı gün sənin zvanyon qalxacaq. Sən indidən gəlmirsən orada pıçıldaşsan, deyirsən ki, cənab komandir, mənim zvanyam qalxacaq. Sənin zvanyon hara qalxacaq? Sənə töhmət veriləcək. Sən zvanyonun qalxmağını gözləyirsən hələ. Bir danışıq qabiliyyəti olar, bir danışıq mədəniyyəti olar. Bu normal danışmalısan, normal rəftar eləməlisən. Əynən, məynən, nə bilim, polis verə danışsa elə bir şey bilinmir, sən polissən yoxsa Varavskoy gedirsən. Sən bir yolu seç, ya Varavskoy get, polisin pagonlarını bırak, ya da ki polis ol. Cənab mayor, üzr istəyirəm. Bundan sonra əməllərimə, hərəkətlərimə və vətəndaşlarla danışığıma diqqətli olub nəzakətli davranacağıma söz verirəm. Başa düşdüm. MDT-dən istifadə edə bilirsən, cərimə yaza bilirsən.